Bir də keçən dərs sual cavab eləmədik. Bu informasiya sistemlərini filan oxumuşduq. Mənim salam axşamın xeyir. Hər vaxtınız xeyir. İnformasiya sistemləri deyəndə nə idi? O şeyin axırında. Hələ informasiya sistemləri idi də. Bir də onu da sual cavab eləyərik. Qoy bir dənə Google Sketch'ə baxaq. Baxın, Google Sketch proqramı. Bunun haqqında əslində bir dəfə də danışmışdıq. Qrupların birində mən bunun dərsini izah eləmişdim sonra. Amma bir də təkrar baxaq da. Demək, Google SketchUp üçölçülü modellər hazırlamağa, üçölçülü obyektlər hazırlamağa kömək edən xüsusi proqramdır. Onun təzə versiyaları pullu olur, amma bir əvvəlki versiyası, yəni yeni versiya çıxanda bir əvvəlki versiyası pulsuz olur. Deməli, istənilən bir proqramda, belə deyək, qrafik redaktorda, o qrafik redaktorun sadə deməli şeyləri olur. Əmrləri olur. Hansı ki, həmin əmrlər vasitəsilə biz bütün digər verilmiş fiqurları ala bilirik. Bunlar hansılardır? Demək, bax, birincisi qələmdir. Xətt çəkmək üçün istifadə edirik və düz xətt şəklində olur. Bu şəkildə. Və ən azı 3 tərəf varsa, artıq biz üz yarada bilirik. Demək, artıq 2 dənə üz burada formalaşır və biz bu 3 tərəfdən bir dənə üz formalaşdıra bilirik. Yəni, 3 ölçülü bir model ala biləcəyik artıq. Daha sonra, məsələn, deyək ki, bunun hər tərəfinə belə bu şəkildə baxmaq istəyirsə, bax, bu gördüyümüz orbit əmrindən istifadə edirik. Sonra əl əmri var. Əl əmri sadəcə olaraq yəni eyni profildən amma yuxarısından aşağısından bu şəkildə belə hərəkət, ümumi koordinat sistemini hərəkət etdirməyə kömək edir bizə. Sonra digər bir qrafik primitiv dördbucaqlıdır. Dördbucaqlı da eyni qaydadadır. Məsələn, baxın, bu şəkildə dördbucaqlılar ala bilirik. Sonra dairədir. Və daha sonra arc, yəni dairə sektoru ala bilirik. Yəni qövs, dairə sektoru deməklə qövs əldə edə bilirik. Qövsü verdik, radiusunu verdik, bu şəkildə qövs düzəldə bilirik. Yəni yarım dairə veririk, yarım çevrə. Sonra burada lupa işarəsi var. Bu lupa işarəsinin mahiyyətində duran şey nədir? Yaxınlaşdırmağa kömək edir. Bax, bu işarədə maksimum yaxınlaşdırır. Sonra burada başqa nəyimiz var? Postsilənimiz var. Bu tilləri və s. silməyə kömək edir. Bu şəkildə. Yəni, lazım olan hissələri bundan rahat şəkildə silə bilirik. Sonra bu obyekti istədiyimiz yönə əyməyə, bükməyə kömək edir. Sonra nəyimiz var burada? Başqa bir şey yoxdur. Yəni, bir şeydən də baxaq. O nəzəriyyəsini sizə yollamışdım.
Mən elə bilirəm, görməmişəm. Yəqin ki, yox. Elə fikirləşirəm. Bir saniye. Kesin yüklendi. Bir. Google SketchUp. Ee, Bu hissəni sizə ataram mən 29-dan 32-yə qədər. Deməli, biz burada müəyyən xüsusiyyətlər var, onları əzbər bilmək lazımdır. Deməli, nə qədər istəyirsinizsə mürəkkəb təsvir yaradırsa yaradın, hər bir təsvir xətlərdən ibarət olur burada. Və burada bir şey önəmlidir bizim üçün. Analog rəqəm başa düşmədim sualı. Baxın, burada hansı xassələrimiz var? Deməli, tillərimiz həmişə düz olur. Dairə belə çəksək, biz əslində onun kiçik-kiçik düz xətlərdən ibarət olduğunu bilirik. 2. Tillərin qalınlığı olmur. 3. Tillər görünməyə bilər, amma o yoxluğu anlamına gəlmir. Sonra, tillərsiz heç vaxt üz yarada bilmərik və üz yarada bilmək üçün minimum 3 sayda yaxşıdır. Minimum 3 sayda til lazımdır ki, biz nə edək? Üz əldə eləyə bilək. Qapalı kontura ala bilək, belə deyək. Yəni, belə deyin də, qapalı fiqur ala bilməyimiz üçün ən azı 3 bucaq olmalıdır o. 3 bucaq olmaq üçün də 3 dənə til lazımdır həmişə. Yəni, belə bax, bu şəkildə. Deyək ki, mən til çəkirəm, bir dənəsin, sonra ikincisini çəkirəm. Mən qapalı kontur əldə eləmək üçün mütləqdir ki, 3 bucağı tamamlamalıyam. Neçə dənə til oldu? Burada 1, 2, 3 dənə til oldu və mən bunu artıq üz kimi qəbul edə bilirəm. 3 üz ala bildim. Həm bu tərəfində özü ala bildim, həm bu tərəfində özü ala bildim və s. Və s. Sonra tillər kimi üzlərin də qalınlığı yoxdur. Üzləri yaratmaq üçün xüsusi bir alət də yoxdur. Bax, burada da komandalarımızdır. Birincisi qrafik primitivlərdir. Bax, bu 4 dənə gördüyümüz əmr. Bunlar haqqında danışdıq, nə işimizə yarayırsa. İkincisi, make komponent. Bu, belə deyək, vacib komponentləri, məsələn, deyək ki, bax, gəlir, seçdik bu hissəsini. O, həmin o komponentin xüsusiyyətlərini burada, məsələn, komponent 1, onu ad qoya bilərik, nə bilim, müəyyən xüsusiyyətlər var, məsələn, yaradırıq. Onun girincisi, çıxıntısı və s. müəyyən xüsusiyyətlər sizə eləyə bilirik onunla bağlı. Komponentlər olardır. Sonra növbəti gəlir burada hansı əmr? Pozandır. Pozan haqqında danışdıq. Sonra məsafəni təyin eləmək üçün. Məsafələri necə təyin edirik? Deyək ki, bax, buradan bura qədər məsafəni təyin eləmək istəyirəm. Götürürəm buradan bura qədər məsafəni. Bizə
Deyək ki, mən buradan bura qədər məsafəni təyin eləmək istəyirəm. Bu məsafələri mənim üçün rahat şəkildə göstərəcək bu. Deyək ki, buradan bura məsafəni təyin eləmək istəyirəm. Bax, göstərir bizə koordinatları ilə. Sonra xüsusi rəngləndiricidir bu. Və üzləri istədiyimiz forma ilə rəngləyə bilərik. Deyək ki, bunu və s. Məsələn, deyək ki, əlavə burada rənglər, əlavə burada şey qəbul edib, həmin rəngləri əlavə edə bilərik və s. Məsələn, bax, sadə bir şey deyək ki, bir dənə şey alacaq, 4 bucaqlı çəkək. Deyək ki, belə bir düz bucaqlı bir kubik çəkmişik. Və indi bunun üzlərini müxtəlif şeylərlə rəngləyək, bununla rəngləyək. Sonra burada əlavələr də eləmək olar, məsələn. Məsələn, belə bir rənglə də rəngləyə bilərik. Deyək ki, bununla rəngləyirəm. Sonra istəyirəm ki, bununla rəngləyim, məsələn, onunla rəngləyəcəm və s. Yəni, üzləri rəngləmək üçün istifadə edirik. Sonra nəyimiz var burada? Üzlərin bir-birinə yaxınlaşdırılması və uzaqlaşdırılması üçün istifadə olunur. Bu haqda danışdıq artıq, dedik. Buradakı əmr. Yəni, üzləri böyüdürük, yaxınlaşdırırıq, uzaqlaşdırırıq və s. Və s. Sonra move koordinat başlanğıcına nəzərən yerləşdirməyə imkan verir. Move əmri. Budur, move əmrimiz. Yəni, bunu sürüşdürürük koordinat başlanğıcına nəzərən. Bax, bu üz deyək ki, harada yansın? Ya da bu, məsəl üçün, harada qalsın koordinat başlanğıcına nəzərən, onu təyin edirik. Hansı istiqamətdə koordinatlarını dəyişirik. Sonra növbəti əmr. Müəyyən bucaq altında döndərməyə imkan verir. Bax, bayaq elədiyimiz deyək ki, bax, budur. Onu istəyirəm ki, bura qədər belə fırlayım. Söhbət üzdən gedir. Yəni, bir üzü biz fırlayırıq. Avtomatik olaraq obyektin digər tərəfləri də ona uyğun fırlanır. Və s. İndi sonra offset fərqli üzlər yaratmağa kömək edir bu. Yəni, necə? Məsələn, deyək ki, bax, üzün üstündə, məsələn, bir dənə üçbucaqlı üz yaradıram, kəsirəm elə bir. Bir dənə də beləsini yaradıram. Sonra bunları rahat şəkildə, məsələn, gördünüz, bu birincisi, bu ikincisi, bu da üçüncüsü. Yəni, üç dənə müxtəlif, bir dənə üzün üstündə üç dənə müxtəlif üz kəsdik. Ya da, məsələn, hamısını silək. Deyək ki, məsələn, deyək ki, burada bir dənə
Standart 1. Peki bunu düzəltdik və gəldik bunun üstündə ikinci bir hissəni. Biz görüntünü ölçülüb bizə lazımdır. Ya ancaq ona baxmayacağım. Evet. Bunun üstündə birini də çəkirəm. Bunun üstündə birini də çəkirəm, bax belə. Deməli, 3 dənəsini elədik və indi biz düz yaradacağıq onu. 3 dənə belə xətt çəkdik. İndi bax, bu şəkildə içdik. Niyə işləməli? Üçüncü koordinat bizə kameranın görünüşü lazım deyil axı. Yox, işləmədi. Ya buradan eləyək, tamam. Biraz balaca düzəldək. Deyək ki, bunun üstündə bir dənə də. Bunun da üstündə birini də düzəldək. Və daha sonra bunlardan üzlər düzəldək, bax bu şəkildə. 1, 2, o da olsun 3. Sonra bunu döndərə də bilərik istədiyimiz bucaq altında. Ya da belə fırladıb baxa da bilərik məsələn. Bu şəkildə. Sonra başqa burada nəyimiz qalıb baxaq olaraq. Burada vacib əmrlərdir. Hansı vacib əmrlər icra olunursa, bunlar haqqında danışdıq artıq. Orbiti danışdıq, House'unu danışdıq. İndi gəlir menyular. Birinci çəkməkdir. Bunlar əslində üzdə olan əmrlərin bax, burada olan, məsəl üçün, xətt çəkməkdir. Xətt çəkmək üçün L düyməsini basılı saxlamaq və addım atmaq olar, bax, bu şəkildə. Sonra burada başqa nəyimiz var? Bunu bilirik artıq, şeydir.
göz yaratmaqdır. Sonra bu da məsələn əyri xətli bir müəyyən bir fiqur almaq istəyirəm deyək. Bu onun üçün istifadə olunur. Deyək ki, belə bir fiqur almaq istəyirəm məsələn. O zaman bundan istifadə edirik. Sonra burada başqa nəyimiz var? Dördbucaq çəkdik. Sonra dairə çəkdik. Sonra bir də altı bucaqla çəkmək olur. Məsələn, bax bu şəkildə. Sonra buradakı komandaları danışdıq. Burada başqa nəyimiz qaldı? Başqa heç bir şeyimiz qalmadı. Elə bunlar bəs eləyəcək bizə. Google SketchUp-da bunları bilmək vacibdir. Amma ən önəmli şeylər var. Orta məktəbdən bəri gələn də bir buradakı 4-6 dənə komandanı bilmək lazım. Yəni xüsusiyyəti bilmək lazımdır. Birincisi, tillər həmişə düz olur. İkincisi, tillərin qalınlığı olmur. Tillərin görünməməsi onların yoxluğu demək deyil. Dördüncü, tillərsiz üz olmur. Yəni, üz əldə eləmək üçün minimum 3 dənə til olması lazımdır. Üzlər həmişə müstəvi şəklində olur. Sonra tillər kimi də üzlərin də qalınlığı olmur. Burada göstərilən əmrlər, başqa qeyri-adi bir şey olmayacaq. Sonra bir də sizə mən bunu yollayacağım bu heç dərsdən sonra. Ki bir dəfə baxasınız şeylə. Bir də sizə informasiya sistemlərini vermişdim, səhv eləmirəmsə, modelləşdirmənin içindən, düzdürmü? İnformasiya sistemləri böyük verilənlər. Bir dəfə də onun sual-cavab eləyək. Müəllim, ona keçməmişdən əvvəl SketchUp-ın sınağı var deyə göndərmişdiniz bizə. Aha. Bunu keçmək birinci dəfə. Orada 23-cü suala baxa bilərik, zəhmət olmasın. Bu hamı işləmir deyəsən amma, hə? Atmamışam onu hamıya. Bunu deyirsiniz? Bəli, burada A variantı da uyğun gəlmir. Çünki ölçülərini dəyişəndə artıq böyüdüb kiçiltmək olurdu. Yox, biz onu eləmirik ki, axı. Düz əsas funksiyası 3D ölçülü almaq üçün. 3D almaq üçün. Obyektiv ölçülərini böyüdüb kiçiltmir axı o. Məsələn, deyək ki, açıqlamayı buradan. Mən normalda bayaqları ölçünü kiçiltmədim, axı böyüdüb kiçiltmədim. Həcmi dəyişir, düzdür. Amma ki, belə baxanda həcmi dəyişirsə, ölçüsü də dəyişmiş olur da. Ölçünü, məsəl üçün deyək ki, bunun ölçüsünü dəyişmədim ki, mən sadəcə bundan 3 ölçülü model yaratdım. 3 ölçülü model yarattım. Ölçü dəyişmədim axı. Hə, demək 3 ölçülü model yaratdıqdan sonra əgər tətbiq etsək. Hə, o başqa şey artıq. Hə, başa düşdüm mən. Amma biz mövcud fiquru eləmirik. Ölçülərini dəyişmək üçün istifadə eləmirik ki, ondan. 3 ölçülü modeli yaratmaq üçün istifadə edirik. Anladım. Mən sizə bunu da yollayaram. Hə, bir də qaldı bizdə bu informasiya. Bunu öyrənmişik. İnformasiya, o atmışdım sizə qrupa deyəsəm onu. Süni intellekt nədir? Texnologiyalar. Gəlin sual-cavab edək də onu, hə? Gəlin onu sual-cavab edək. Qoy buradan çıxaq, bunu bağlayaq. Bir də əlavə də nəsə göndərmişdim sizə orada. Bir saniyə. O sınavın testini də yollayaq. Sonra da bir
Material qrupuna atdım Google SketchUp-da, bir də onun nəzəri materialında. Siz çox az adam oxuyub ki mövzunu. Tamam. Eğer çox az adam öyrənibsə, bunu Google SketchUp-ı bir də bu gün verəcəyim mövzunu hamısını sabah soruşun. Olar elə. Amma sabah qoşular mütləq edək də. Onda sabah eləyirik. Deməli, bax bunu Google SketchUp-ı bir də biz nə keçməmişik qalıb bizdə mövzu olaraq. Onu da götürək də bir dənə mövzu. Excel O qalıb. biz proqramları qalıb dördüdə. Deməli, Word, Excel, PowerPoint bunlar qalıb, hə? Hə, proqram təminatı, əməliyyat sistemləri. Proqram təminatı, əməliyyat sistemləri, всё. Bəli. Verilənlər bazası. Hə, o işte Office proqramların içində 4 dənə bölmə o. Əməliyyat sistemləri, proqram təminatı, eləmi? 6 mövzumuz qalıb 7 günümüz, hətta 6 günümüz. Hər gün Onda- birini götür. Onda gəlin belə bir şey eləyək də. Sizlə sabaha şey də götürək. Əməliyyat sistemi, proqram təminatı. Bunu da götürək. Olsa onlar da nəzəri mövzudur, bunlar da nəzəri mövzudur. Hamısını bir yerdə sual-cavab eləyək. Olar elə. Deməli, əməliyyat sistemləri, proqram təminatı, sonra informasiya sistemləri, süni intellekt falan olar. Bir də Google SketchUp. Sertifikasiyanın vaxtı 25 ildir, çoxdan bilinir vaxt. Yo, nəzəri də ancaq komandalar düşə bilər ki, falan komanda nə işə yarayır. Rövşən müəllim, axşamınız xeyir. Nə vaxt xeyir. Söhbətinizi bölmədim. Mən biraz gec qoşuldum. 2-3 gündə yox idim, rayondaydım deyə başqası idi, Aha. bilə bilmədim. Mən Buyurun. gəldim, tələsik sertifikasiyanı yazdım, amma ekranım elə bir dondu. Gah çıxdı, gah zəng gəldi, gah nə, ortada bir neçə demək olar ki, 10 mövzunu mən işləmədim. Elə bir ki, nəyi ki, tez ki, həll olunmamış idi, onları yazdım. Müəyyən səhv çıxdı, düz çıxdı. O çoxu düz çıxdı. Yəni səhvlərim də oldu. Sonra bildim. İndi mən onu demək istəyirəm ki, mən bir də qayıdıb girib yenidən onu eləyə bilərəmmi? Yoxsa vəsyo bir dəfə gedirəm. Sizin sertifikasiyanı deyirəm. Sizin verdiyiniz. Bildim. Onu bildim də, prosta şeydir da. Yəni ona indi bu dəqiqə işlənmək olmayacaq axı. Onda belə eləyim də, təzədən sizin izaha baxım. Nəyi bilmirəm, onu özüm üçün qeyd edeyim, aydın. Olar, o problem deyil. Yaxşı. Onda Rövşən müəllim, bəli. bu sertifikasiya gedən müəllimlər üçün, məsələn, mən sertifikasiyadayam. Bu sınaqlardan bir təşkil olunacaqdır. Hə, təbii ki. Mən də o sualı vermək istirdim ki, ümumi sınaq olacaq yenə. Olacaq, bəli. Olacaq, yenə eləyəcəm. Hə, siz tərəfindən də daha nazirlik bir dəfə verir. Yox, nazirlik eləməyəcək, nazirlik yox. Hə. Biz özümüz eləyərik də. Nazirlik biz elədiyimiz nazirliyin elədiyindən zəif idi ki. Məncə daha Zəif yaxşı. güclüdür, nabarot güclüdür, zəif tat deyil. Nabarot. Daha yaxşıydı məncə. İndi prosta siz belə şablon suallar istəmirəm. İstəyirəm ki, sırf proqrama uyğun olsun. O da ki, yəni bir dənə sınağa hazırlamaq üçün bir gecə yatmamaq lazımdır, rahat. Sizdə elədir, Rövşən müəllim. Hə. İndi çox güman ki, bu gün ayın 17-sidir də, 19-una istəyirəm birində eləyim, sabah biri günü. Yenə eyni qaydada, şeylə bir yerdə, kurikulumla bir yerdə. 60 sual.
yaxşı olar. Düzü bir gün, 2 gün verin ki, yəni kimin bilirsən işi olur. Yəni girə bilək də, bax bu dəfəkini yaxşı vermişdiniz. Həm uzun müddətli götürür sırayla vermiş. Olar, o problem deyil. Onda biz nə edirik? Sabaha əməliyyat sistemini götürürük, proqram təminatını götürürük. Sonra amin. O birisi gün içində şeyi götürərik. Deməli, bu günləri həftənin neçənci gündür? İkinci gündür, elə? Bəli. Bu gün həftənin ikinci günüdür. Sonra üçüncü gün. Üçüncü gün. Hə, ofis proqramlarına baxmaq istəyirəm. Həftənin üçüncü gününə Excel-i keçəcəyik. Üçüncü gün sabahday mən. Oy, hə, doğrudan. Dördüncü gün normalda bizim Python günümüz idi. Aslında Python belə bir şey bəlkə qalmayıb, bəlkə elə Sadəcə demişdiniz, bəzi səhvlər verəcəm. Sətirlərlə, siyahlarla bağlı metodlardan. Hə, o gəl belə bir şey eləyək də. Biz Python'ın gününü 4-cü gündən 5-ci günə keçirdək. Okey? Ayın 19-una Excel-i keçərik. Bir geniş şəkildə keçərik onu. Çünki Excel-dən sual çox olacaq. Sertifikasiyada bir 4-5 sual olacaq daha. Elə miqdar da çox düşür. Ən azı 3 dənə sual düşür miqdara. Onu qəşəng təkrar eləyərik. Yəni orta məktəbdə geniş verilənlər bazası ilə elektron cədvəllər. Hə, 20-si Python-a baxarıq. 21-i şeyə baxarıq. Verilənlər bazasına. Sonra qalır orada 3 günümüz. Orada da bir gün PowerPoint ilə Word-a baxarıq. Oradan onsuz da sadə şey gələcək. Bir sual, ikisindən bir sual düşəcək orada. Bir də qalan günləri sınaqlara, ümumi şeylərə sərf eləyərik. 25 gün artıq imtahandır da. Rəşən mənim axşamınız xeyir. Migin vaxtı açıqlanmayıb. Yox, mig hələ yox. Amma yəni dedilər ki, ayın 15-nə qədər olacaq. İnşallah. İyulun 15-nə qədər. Yəqin ki, 10-15 aralığı belə bir şey olacaq. Rövşən müəllim, bir də bağışlayın. Qrupda müəllimlərdən biri yazmışdı, soruşurdu. Özümə də maraqlı qaldı. TCP transfer control protokol deyil. Transmission control protocol. Hə, A variantı deyildi onda. C variantıdır ya oradan şey. Mənim yadımda A qalmışdı. Hə, çox sağ olun. Elə olmalı məncə. Əgər səhv yadımda qalmayıbsa. Transmission control protocol, bəli, elədir. İnternetdə yazanda gəlir. Sınaqları var idi. Onların da cavablarını demişdiniz atacağım. Hansı? Vermişdiniz 3 dənə idi ya, neçə dənə mövzu sınaqları. Bildim. Bundan qabaq. Hə, onları işləmişik. Biz işləmişik, onlara baxaq da, bitsin onlar da. Yəni baxaq da. Baxaq. 3 dənə sınaq atmışdım mən sizə, yadıma düşdü. Bu cavablar. Hə, birinci yoxlamalısınız da, bunu elə deyil. Müəllim, modulyasiya nə idi? Rəqəmsal analoq çeviricisi, yoxsa analoq rəqəmsal? Modulyasiya analoqun rəqəmsala çevrilməsi prosesinə deyirik. Hə, demodulyasiya da əksinə rəqəmsal. Bəli. Çox sağ olun. Müəllim, Bəli. sizin sınaq topluluğunuz kitabı var idi. Orada sınaqlar. Orada birinci sınaqdan bir dənə 25-ə baxmaq olar. Olan bircə saniyə bunun cavablarını atım sizə. Okey, bunu attım. Bunlar nədirsə, bunlara baxaq. Sonra keçək oradan da nədirsə baxaq. Aha. Burada nəyimiz var? Birinci bölmə. Kimdə nəsə varsa desin, baxaq. Mən işləməmişəm. Bir sualı varsa versin, yoxsa şey. Bu sizin testdə, hə?
Yox, qrupa atmışdım. 3 tane test atmışdım. Biri buydu. Biri buydu. Say Mən də sistemi. işləməmişəm onu. Amma Mən də işləyəcəm inşallah. Biri buydu modelləşdirmə. Yaxşı. Ee, Bircə saniyə bəs şey. Məhəmməd sizin dediyiniz hansı test idi? Ona çox sonra baxaq. 2-də 19. Tamam, ona da baxarıq indi. 25 müəyyən əlifba ilə kodlaşdırılmış. Bunu deyirsiniz. Bəli, bəli, müəllim. Hə. Burada nə deyir bizə? Deyir, müəyyən əlifba ilə kodlaşdırılmış 12 simvoldan ibarət olan sözün informasiya miqdarı 15 bayt təşkil edir. Bu əlifba ən çox neçə simvoldan ibarət ola bilər? Bu sınağa salmışdım da bu tipdə bir şey. Deməli, hər simvolum x bitdirsə 12 dənə simvolum var. 12-yə vururam, bərabər eləyir 15 bayta. Buradan x bərabərdir 15-i vururam 8-ə bölürəm 12-yə. Deməli 5 bit. Mənə nəyi soruşur bu? Əlifbada ən çox neçə simvol? 2 üstü 5 də 32. Anlaşıldı? Müəllim, cavab 32 deyil də mən elə tapmışam. 1024-dür cavab. Bunda cavab səhvdir. Hə, 1024 çıxıbsa səhvdir. Bundan 32 düzdür də, düz tapmışam bundan mən də. Yox, dönülmüş. 15 vur 8 böl 12-də. Belə olmalı da. Bəli. 2 Mənim yox. düzdür, o qalır. 11 2 üstü 10. 1024. Mən də sizinlə eyni səhvə elədim hesablayanda ona görə. Hadi. 1024 eləyir, 10 bit eləyir. Sonra sınav 2-də müəllimə nəsə sual deyirdi. 19. Sınav 2-də 19. Nədir burada? Əvvəl 11-ə baxaq da. Burada 11. Bəli. Onluq say sistemində verilmiş. Bu cəminin ikili yazılışındakı sıfırların sayı müəyyən edin. Bir də burada nə edəcəyik? Bax, 2 üstündə 2000, 2 üstündə 6, üstündə neçədir bu? 300. Bu 1800 eləyir də, bu da 2 üstü 5-dir. Nə edirsiniz belə olanda? Ən yüksək dərəcəli qüvvət neçədirsə, 1-2 dənə sıfır çıxır. burada o deməkdir ki, elə bir normalda 2 üstündə 2000 olsaydı, bu ikili say sistemində 1 dalınca 2000-dən 0 deməkdir. Sonra da əlavə neçə dənə 2-nin qüvvəti varsa 2000-dən balaca olan qüvvət dərəcəsi. Onların sayını çıxırıq ümumi saydan. Yəni 2000-dən ikisini çıxacaq. 98 dənə. Başa düşüldü? Bəli. Sonra bu qədər qız, bu qədər oğlan varsa sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. 19 buydu da, eləmi? 1, 2, 4, 8, Mən bir də üzr istəyirəm. Bu ikili say sistemindədir deyə 2 çıxdıq, eləmi bayaqkında? yox. 2 dənə əlavə 2-nin qüvvəti var idi deyə. Hə. Deməli, 32 üstə gəlsin, 16 üstə gəlsin, 8 üstə gəlsin, 4. Bunlar neçə eləyir? 40, bu da 20, 60. 60% qızdır. Bu qədər də oğlandır. 1, 2, 4, 8. Bu da 12-dir. 12 dənə də oğlan var. Şagirdlərin ümumi sayını istəyirik. Deməli, 60% qızdırsa, onda 40% oğlandır. 40% 12 edirsə,
100% nə qədər olacaq? Yəni ümumi uşaqların sayı x. X-a bərabərdir 12 vurulsun 100 30 nə? bölünsün 30 eləyir deyəsən, hə. Başa düşüldümü? Bəli, mən. Başqa var burada? Yaxşı. Üçüncü bölmədən işləmisiniz. Kiminsə sualı var? Hə, ikincisindən 20 də var. Deməli, kodlar artma sırası ilə düzülüblər. Deməli, birinci kodumuz nədir? 0, 0, 0, 0. Yəni, birinci yerdə duran ədəd 0-dır. Bu qayda ilə davam edir. 0, 0, 0, 1, belə gedir. Bu hansı say sistemində ödənə bilər? 4 dənə rəqəmimiz var da, dörtlük say sistemində, düzdür? Deyir ki, sıra nömrəsi 215 olan. 215 olanın kodu 214 olacaq. Çünki niyə? Çünki sıra nömrəsi ödənir. Sıra nömrəsi bir vahid artıqdır da. Çünki birinci yerdə yerləşən 0-dır. Sonra 214'ü çevirirəm dörtlük say sisteminə. Dördə böldük. 5, 20. 14'ün də içində 3 dəfə. 12, 2 yadda. Bunu da böldük 4'ə. Neçə dəfə düşdü? 1, 3. 52, bu da elədi 1. 12 ilə böldüm 4'ə. Neçə dəfə düşür? 3 dəfə, 12, bu da 1. Deməli 3, 1, 1, 2. 3, 1, 1, 2. C variantı. Sonra Müəllim, orada onu niyə 214 götürdük ki? çünki birinci yerdə dayanan həddimiz nə idi? 0 idi da, düzdür? İkinci yerdə dayanan həddimiz 1'dir. İndi 215-ci yerdə dayanan nə olacaq? Hə, 214 sıfırdan başla. Bəli. Ədədlər 0-dan başlayıb, amma nömrələməyə 1'dən başlamışıq. Ona görə arada bir fərq var. Aydın. Heç kimdə sual var buradan? Burada da yoktu, burada da yoktu. Tamam. Eğer həqiqətən sual yoktursa, evə tapşırıq olanları atacağım sizə. Sabaha birlikdə əməliyyat sistemi, bir də proqram təminatı, bu ikisini təkrarlayacağıq. Allahın izniyle. Modelleşmeden dediğinizde sabah sual cevap vereceksiniz. Bəli, hamısını bir yerdə eləyəcəm. Modelləşdirmə, Google SketchUp, proqram təminatı, əməliyyat sistemi. Onsuz elə böyük bir şey deyil. Tamam. Belə. Başqa bir sual yoxsa yekunlaşdıraq bugünlük. Boşu-boşuna vaxtımız yetməz. Yaxşı, sağ olun, gecəniz xeyrə. Oldu. Sağ olun, gecəniz xeyrə.